Hər vaxtınız xeyir olsun. Yüksəliş müsabiqəsinin analitik təhlil imtahanında istifadə olunmuş belə bir sualın izahına baxacağıq. Burada diqqətlə baxsaq, görərik ki, fiqurlar yerlərini necə dəyişir. Sağ tərəfdəki birinci ağ rəng, ikinci fiqur özü olduğu kimi qalıb, sadəcə rəngini dəyişir. Qara rəng, sonra boz rəng, sonra yenidən ağ, qara təkrar olunur. Ağ, qara, boz, ağ, qara, boz rəngli olmalıdır. Sağ aşağı tərəfdəki boz olmalıdırsa, variantları çıxmalı, fiquru dəyişə bilməz. Bu üçün çıxsaq D və Y variantı qalacaq. Diqqət edin, yuxarıdakı fiqur necə dəyişir? Yuxarıdakı fiqur yerini dəyişib, gəlib bura. İndi növbəti dəfədə yenə yuxarıdakı fiqur yerini dəyişib, gəlib bura. Yuxarıdakı fiqur bu yerini dəyişib, gəlib bura. Yuxarıdakı fiqur yerini dəyişib gəlibsə bura, bu dəfə bu fiqur yerini dəyişib bura gəlməlidir. Yəni doğru cavab sonuncu olacaq. Bəs ümumilikdə qanuna uyğunluğu necədir? Variant tapmışıq. Qanuna uyğunluq belə olacaq. Hər dəfəsində bu ikincidə hardadır? Gedir yuxarı. Bu keçir bunun yerinə, sağdakı keçir sola. Bu isə gəlir bura. Yəni hər biri yerini belə dəyişir. Bu gedir yuxarı, yuxarıdakı gəlir bura, bu keçir bura. Elə deyilmi? Bu isə hər birində olduğu kimi qalır. Yəni bunlar öz arasında dairəvi formada yerlərini dəyişirlər. Yuxarıdakı da qara, boz, qara, boz, qara, boz rəng olmalıdır. Həqiqətən burada boz rəng olacaq. Amma yuxarıdakı fiqurda təbii ki bilirsiniz ki, hər dəfə biri götürülür.